Saat 20 xəbər axşamı başlayır. Axşamınızın xəbər bələdçisi mənəm, Novruz Harun. Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. Qəbələdə prezident İlham Əliyev Ukraynalı həmkarı Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşüb. Söhbət zamanı dövlət başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Ukrayna prezidentinin ölkəmizə bu səfərinin iki tərəfli əməkdaşlıq məsələləri müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda Azərbaycan dövləti tərəfindən Ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Tezliklə bir qrup Ukraynalı tələbənin reabilitasiya məqsədi ilə həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb. Bəli, Azərbaycan və Ukrayna prezidentlərinin görüşü çərçivəsində iki ölkə arasında 6 sənəd imzalanıb. Tərəflər dron əleyhinə vasitələrin istehsalı və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər. Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanın göstərdiyi yardıma görə təşəkkür edib. Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər. Qəbələdə Azərbaycan və Ukrayna prezidentləri arasında görüş çərçivəsində tərəflər hərbi sənaye kompleksinin inkişaf etdirilməsi barədə müzakirələr aparıb. Prezident İlham Əliyev Ukraynalı həmkarı ilə mətbuata bəyanatında həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksinin inkişaf etdiyini bildirib. Hərbi texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Ukraynada, həm Azərbaycanda hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətcə sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bugün ətraflı danışıldı. Və bütün başqa sahələrdə biz əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Ukrayna tərəfi də təhlükəsizlik sahəsində dərin əməkdaşlıqda maraqlıdır. 6 sənədi bugün imzaladıq. Heyətlərimiz bir mənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqdır. Bugün sahələrə gəldikdə bir nömrəli sahə təhlükəsizlikdir. Cənab Prezident, düşünürəm ki, müdafiə sənayesinə gəldikdə təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və biz çox çalışmalıyıq ki, bu məqsədə nail olaq və silahların istehsalına gəldikdə bu bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Azərbaycanla Ukraynanın siyasi əməkdaşlığının güclü siyasi təməli var. Ölkə başçısının sözlərinə görə Azərbaycan və Ukrayna qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək. Bir çox istiqamətlər üzrə bugün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bugün bir daha təsdiqləndi. Müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var. SOCAR Ukraynada uzun illərdir ki, uğurlu fəaliyyət göstərir. Eyni zamanda çox gözəl perspektivlər var, birgə layihələr var, birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bugün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb, amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Görüş çərçivəsində sülh sahəsində səylər də müzakirə edilib. Ukrayna prezidenti Rusiya tərəfinin də razı olduğu təqdirdə danışıqları Azərbaycanda keçirə biləcəklərini qeyd edib. Volodimir Zelenski ölkəsindəki müharibə dövründə Azərbaycandan 11 yardım paketi aldıqlarını deyib və bu yardıma görə Azərbaycana təşəkkür edib.
Azərbaycanın Ukraynaya yardımı və təcrübə paylaşımı münasibətlərə yeni dinamika qazandırır. Azərbaycanın mina təmizləmə və post-münaqişə bərpa sahəsində qazandığı təcrübə də Ukrayna üçün potensial əməkdaşlıq istiqamətlərinə biri kimi ön plana çıxır. Ukrayna prezidenti Zelenski Azərbaycana səfəri çərçivəsində Qəbələdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Təbii ki, Ukrayna prezidentinin Azərbaycana səfəri ikitərəfli iqtisadi, mədəni və humanitar əlaqələr üçün əhəmiyyət daşıyır. Bu səfəri həmçinin ağır müharibə şəraitində yaşayan Ukrayna xalqına vaxtilə oxşar taleyi yaşayan Azərbaycan tərəfindən göstərilən mənəvi dəstəyin ifadəsi kimi də qiymətləndirmək olar. Azərbaycan-Ukrayna münasibətlərinin əsas xətti yalnız iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmır. Burada humanitar məsələlər xüsusilə diqqət çəkir. Azərbaycan uzun illər ərzində formalaşdırdığı xarici siyasət kursunda humanitar diplomatiyanı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu yanaşma müxtəlif münaqişə zonalarında, o cümlədən İran, Suriya və Əfqanistana göstərilən dəstəklə də öz təsdiqini tapır. Ukrayna məsələsində isə bu siyasət daha həssas və məqsədyönlü şəkildə tətbiq olunur. Ukraynanın hazırda üzləşdiyi hərbi siyasi vəziyyət, xüsusilə enerji infrastrukturlarına zərbələr nəticəsində yaranan sosial çətinliklər Azərbaycan tərəfindən göstərilən dəstəyin strateji əhəmiyyətini artırır. Elektrik generatorlarının göndərilməsi, humanitar yüklərin çatdırılması və Ukraynalı uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması rəsmi Bakının yalnız bəyanat səviyyəsində deyil, praktik müstəvidə də aktiv rol oynadığını göstərir. Eyni zamanda Azərbaycanın öz tarixi təcrübəsi bu siyasətin arxasında dayanan əsas motivlərdən biridir. Antagonist mövqedə olan, müharibə mövqeyində olan, bir-birinə qarşı savaş açan tərəflər məhz Azərbaycanla hər iki tərəfi münasibətlərini yaxşı saxlayırlar. Bu, Azərbaycanın yaxın şərqdə gedən müharibəyə münasibətdə siyasətində özünü biruzə verir. İran, ABŞ, İsrail müharibəsi olsun, istər Rusiya-Ukrayna müharibəsi olsun. Yəni, Azərbaycan həm də diplomatik bir platforma kimi müxtəlif münaqişə tərəflərinin Azərbaycan ərazisində görüşə biləcəyi və problemləri çözə biləcəyi bir məkana çevrilmişdir ki, Ukrayna prezidentinin də Qəbələyə səfəri və bizim prezidentimizlə, cənab prezidentlə görüşündə səsləndirdiyi fikirlər də məhz buna işarət edir. Çünki Azərbaycan təxminən 50 milyon dollara yaxın Ukraynanın enerji təhlükəsizliyi və humanitar tələblərinin qarşılanması üçün yardımlar ayırmışdır. Bilirsiniz ki, Ukraynada həm də kəskin, sərt qış şəraitində insanların tələbatının güclü olduğu vaxtlarda Azərbaycan bu humanist siyasətini Ukraynaya münasibətdə davam etdirmişdir. Ümumiyyətlə, Azərbaycan nəinki Ukrayna ilə, digər qonşu ölkələrlə, istər Gürcüstan olsun, istər elə Ermənistana münasibətdə humanitar siyasətini, humanist jestlərini yüksək səviyyədə həyata keçirmiş və bu bizim ölkəmizin bir qonşularla münasibətlərdə praqmatizm, konstruktivizm və yaxşı qonşuluq münasibətləri təfəkküründən irəli gəlir. Uzun illər ərzində ərazi bütövlüyü problemi ilə üzləşən bir dövlət kimi Azərbaycan oxşar vəziyyətdə olan ölkələrə daha həssas yanaşma sərgiləyir. Bu baxımdan Ukraynaya göstərilən dəstək həm də tarixi yaddaşın və siyasi təcrübənin nəticəsi kimi qiymətləndirilə bilər. Burada mühüm məqamlardan da biri odur ki, Azərbaycan bu siyasəti emosional yanaşma ilə deyil, beynəlxalq hüququn prinsiplərinə əsaslanan rasional çərçivədə həyata keçirir. Digər tərəfdən Azərbaycan balanslaşdırılmış xarici siyasət xəttini qorumağa çalışır. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləsə də, eyni zamanda münaqişədə birbaşa tərəf kimi çıxış etmir. Bu mövqe Azərbaycanın çoxtərəfli diplomatiya strategiyasına uyğun olaraq formalaşıb. Məqsəd həm regional sabitliyi qorumaq, həm də müxtəlif tərəflərlə münasibətləri pozmadan milli maraqları təmin etməkdir. Bu baxımdan da Azərbaycan çalışır ki, özünün sülhpərvər doktrinası ilə təhlükəsizliyə xüsusi önəm verən kodeksləri ilə bu məsələnin, münaqişənin bitməsinə yardımcı olsun. Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri də bu xüsusda diqqətə layiq bir hadisədir və Volodimir Zelenski bir daha Azərbaycanın tutduğu mövqeyə görə, o cümlədən Azərbaycanın Ukrayna göstərdiyi humanitar yardımlara görə öz təşəkkürünü bildirir. Bu, Azərbaycanın
ümumilikdə Avropa məkanındakı rollarını daha da irəliyə aparılması və onun qlobal səviyyədə ölçülməsi üçün də müəyyən meyarlar verir və cənab prezident İlham Əliyev özünün xarici siyasət kursunda olduqca əhəmiyyətli məsələlərə diqqət yetirərək humanitar prosesləri daim özünün nəzarətində saxlayır və bu Azərbaycanla Ukrayna arasındakı əlaqələrin inkişaf dinamikasına xüsusi təkan verəcək. Azərbaycanın mina təmizləmə və postmünaqişə bərpa sahəsində qazandığı təcrübədə Ukrayna üçün potensial əməkdaşlıq istiqamətlərindən biri kimi ön plana çıxır. Azad ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən qurma layihələri Azərbaycanın bu sahədə praktiki model formalaşdırdığını göstərir. Gələcəkdə bu təcrübənin Ukrayna ilə paylaşılması iki ölkə arasında əməkdaşlığın daha da dərin və funksional mərhələyə keçməsinə səbəb ola bilər. Nəticə etibarı ilə Zelenskinin Azərbaycana səfəri yalnız cari siyasi gündəmin hadisəsi deyil, həm də Azərbaycanın xarici siyasətinin əsas prinsiplərinin humanitar dəstək, beynəlxalq hüquqa hörmət, balanslı diplomatiya və strateji əməkdaşlıq kimi də qiymətləndirilə bilər. Bu səfər eyni zamanda Azərbaycanın regional aktor kimi rolunun gücləndiyini və qlobal humanitar gündəmdə daha fəal mövqe tutduğunu göstərir. Azərbaycan və Ukrayna arasında iqtisadi əlaqələr də genişlənir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollardan çox olub. Tərəflər enerji və digər sahələrdə əməkdaşlığın daha da artırılmasını planlaşdırır. Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri iki tərəfli əməkdaşlığın genişləndirilməsi üçün olduqca yaxşı fürsətdir. Səfər çərçivəsində iqtisadi əlaqələrin bir çox istiqamətləri, o cümlədən enerji sahəsində də əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Azərbaycan-Ukrayna iqtisadi əlaqələri bugün sürətlə inkişaf edir. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Enerji sahəsində əməkdaşlığın inkişaf potensialı var. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. Bu da iki tərəfli biznes əlaqələrinin inkişafına ciddi töhfə verir. Ukraynada Azərbaycanın, yəni SOCAR Azərbaycan Dövlət Neft Şirkətinin yanacaq doldurma stansiyaları fəaliyyət göstərir və bizim enerji sahəsində əməkdaşlığımız mövcuddur. Amma bundan təkcə neft və neft məhsulları deyil burada. Biz 2025-ci ildə yadca gəlirsə, Ukraynaya təbii qazın ixracı ilə bağlı yeni bir şaxələmənin baş verdiyini də biz qeyd etmişdik. Həcmlər böyük olmasa da bu sahədə əməkdaşlıq artıq baş tutur. Yəni Azərbaycan Avropanın enerji təhlükəsinin təminatında iştirak edən bir ölkədir. 2024-2025-ci illərdə Azərbaycanla Ukrayna arasında ticari iqtisadi əməkdaşlıq 400 milyon dollardan artıqdır. Baxmayaraq ki, bugün birbaşa Ukraynanın iqtisadi ticari əməkdaşlıq üçün müəyyən dəhlizlərlə bağlı çətinlik var, yollarla bağlı çətinliklər var. Amma orta dəhlizin yaratdığı imkanlar isə bu əməkdaşlığımızın davam etdirməyimizə imkan verir. Yəni enerji sahəsində, kənd təsərrüfatı sahəsində, qida sahəsində biz əməkdaşlığımızı genişləndiririk. Qeyd edək ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəliyin mərkəzində olan başlıca prioritetlərdəndir. Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dollar ötüb. Növbəti illərdə də bu göstəricinin daha da artacağı proqnozlaşdırılır. Gecə saatlarında Rusiya qüvvələri Ukraynanın bir neçə şəhər və vilayətinə geniş miqyaslı zərbələr endirib. Hücumlar əsasən Xarkov, Dnepr, Zaporojye, Nikolayev və Odessa istiqamətini əhatə edib. Dnepr şəhərinə endirilən zərbələr nəticəsində 46 nəfər yaralanıb. Hücum zamanı 4 mərtəbəli yaşayış binası qismən dağılıb. Kiyev və Şevçenko rayonlarına da zərbələr məruz qalıb. Zərbələrdən biri yaşayış binasının yaxınlığına qeyd alınıb. Nəticədə ictimai nəqliyyat dayanacağı dağılıb. Qaz kəmərinə ziyan dəyib. Zaporojye vilayətində son sutka ərzində 43 yaşayış məntəqəsinə ümumilikdə 555 zərbə endirildiyi açıqlanıb. Bu hücumlar arasında 25 aviazərbə, 357 dron hücumu, 6 yayılma atəşi və 167 artilleriya zərbəsi qeyd alınıb. Yaşayış evləri, avtomobillər və müxtəlif infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı onlarla fakt qeyd alınıb. Nikolayev vilayətində isə şahid tipli pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 2 qadın yaralanıb. Bununla yanaşı gecə saatlarında Odessa şəhəri
şəhərində də kamikatsə dronlarla zərbələrin endirildiyi qeydə alınıb. Yaşayış binalarına düşən zərbələr nəticəsində 2 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir. Yaxın Şərqdə də gərginlik səngimir. İranın Xarici İşlər Naziri Abbas Ərakçı İslamabadda Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələr və regiondakı vəziyyət müzakirə olunub. Tərəflər əməkdaşlığın artırılması və sabitliyin qorunmasının vacibliyini bildiriblər. İranın Xarici İşlər Naziri Abbas Ərakçı İslamabada səfəri çərçivəsində Pakistanın baş naziri Şahbaz Şəriflə görüş keçirib. Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər. Pakistanın baş naziri iki ölkə arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, çoxtərəfli platformalarda koordinasiyanın artırılmasının əhəmiyyətini qeyd edib. Ərakçı isə qonşu dövlətlərlə, xüsusilə Pakistanla münasibətlərin inkişafının Tehranın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bildirib. Səfər çərçivəsində Ərakçı Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munirlə də görüşərək, ABŞ və İsraillə müharibənin dayandırılması, atəşkəsin möhkəmləndirilməsi və regionda sabitliyin təmin olunması məsələlərini müzakirə edib. Pakistan tərəfi vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri aprelin 24-dən Pakistanda səfərdədir. Bu səfər fonunda İran və ABŞ nümayəndə heyətləri arasında İslamabadda yeni danışıqların keçirilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi proqramda belə görüş nəzərdə tutulmayıb. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması regionda gərginliyi artırıb. Aprelin əvvəlində tərəflər atəşkəs barədə razılığa gəlsələr də, sonraki danışıqlar hələlik konkret nəticə verməyib. Tehranda beynəlxalq uçuşlar bugündən etibarən yenidən bərpa olunub. İlk mərhələdə reyslər İstanbul, Mədinə və Maskat istiqamətində həyata keçiriləcək. Uçuşların mərhələli şəkildə artırılması planlaşdırılır. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra dayandırılan beynəlxalq uçuşlar bugündən etibarən Tehranda yenidən bərpa olunur. Bu barədə İmam Xomeyni adına Beynəlxalq Hava Limanı məlumat yayıb. Məlumata görə, ilk mərhələdə beynəlxalq reyslər Türkiyənin İstanbul, Səudiyyə Ərəbistanın Mədinə və Omanın Maskat şəhərləri istiqamətində həyata keçiriləcək. Uçuşların mərhələli şəkildə artırılması və digər istiqamətlərin də tədricən açılması planlaşdırılır. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra ölkənin hava məkanı təhlükəsizlik səbəbi ilə bağlanmış, beynəlxalq və daxili uçuşlar tam dayandırılmışdı. Sonraki dövrdə vəziyyətin nisbətən sabitləşməsi fonunda İran hakimiyyəti əsas hava limanlarında fəaliyyətin qismən bərpası barədə qərar qəbul edib. Aprelin 18-də hava məkanının qismən açılması elan olunduqdan sonra Omandan İrana ilk sərnişin reysi həyata keçirilmişdi. Hazırki qərar isə ölkənin beynəlxalq hava əlaqələrinin tam bərpasına doğru atılan növbəti addım kimi qiymətləndirilir. Almaniya Hörmüz boğazında mina təmizləmə əməliyyatında iştirak etməyi planlaşdırır. Almaniya Müdafiə Naziri Boris Pistorius beynəlxalq missiyanın yaradılacağı təqdirdə Almaniyanın buna qoşulacağını və Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin olunmasında iştirak edəcəyini bildirib. Fransa prezidenti Emmanuel Macron isə dünya siyasətində Avropanın maraqlarına qarşı mövqedə dayanan əsas güc mərkəzlərini açıqlayıb. Onun sözlərinə görə bu xəttdə Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trump və Çin lideri Xi Jinping ön plana çıxır. Macron bildirib ki, bu liderlər fərqli səviyyələrdə Avropanın siyasi və iqtisadi maraqlarına təzyiq göstərən qərarlar və siyasət həyata keçirirlər. Bu isə qlobal geosiyasi gərginliyi artırır. Fransa lideri qeyd edib ki, ABŞ hələ də Avropanın əsas müttəfiqi olaraq qalır. Lakin onun fikrincə, Vaşinqtonun mövqeyi əvvəlki illərlə müqayisədə daha az sabit və daha çətin proqnozlaşdırılan xarakter alıb. Bu isə transatlantik münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir. Türkiyənin 81 vilayətinin hər birində pilotsuz uçuş aparatlarının istehsalına başlanılacaq və dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaradılacaq. Bu barədə dünyanın qabaqcıl zərbə pualları istehsalçısı olan Baykar şirkətinin baş direktoru Haluk Bayraktar məlumat verib. Onun sözlərinə görə ən böyük mərkəz İstanbulda yaradılacaq. Baş direktor əlavə edib ki, məqsədimiz vətəndaşlara açıq olacaq dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaratmaqdır. Gənclər dronları sınaqdan keçirə və
ekosistemə bələd ola biləcəklər. Beləliklə, lazım gələrsə, bütün ölkə üzrə eyni vaxtda milyonlarla dron istehsalını təmin edəcəyik deyə Haluk Bayraktar əlavə eləyib. Çində keçirilən beynəlxalq avtomobil sərgisində 1400-dən çox model nümayiş olunur. Dünyanın ən böyük avtosalonlarında sayılan tədbirdə xüsusilə Çin istehsalçılarının texnoloji yenilikləri diqqət çəkir. Avtomobil dünyasının diqqəti bu günlərdə Çinin paytaxtına yönəlib. Pekində 19-cu beynəlxalq avtomobil sərgisi öz işinə başlayıb. Dünyanın ən böyük avtomobil sərgisi olan Pekin avtosalonuna 21 ölkədən təxminən 1000 avtomobil istehsalçısı qatılır. Təqdim olunan avtomobillər arasında elektrik modelləri üstünlük təşkil edir. Ümumi ekspozisiya sahəsi 380 min kvadrat metr olan sərgidə 1451 avtomobil nümayiş olunur. Bu avtomobillərdən 181-i yeni modellərdir və bir çoxu ilk dəfə ictimaiyyətə təqdim olunur. Yeni modellərdən 71-i isə konseptual avtomobillərdir. Bu ilki Pekin avtomobil sərgisi həm yeni, həm də konsept avtomobillərin nümayişinə görə əvvəlki illəri qabaqlayır. Sərgidə təqdim olunan modellər avtomobil sənayesindəki yenilikləri və qabaqcıl texnologiyalar nümayiş etdirir. Ekspertlər bildirir ki, əgər bir vaxtlar Münhen və Tokyo avtosalonları bu sahə üzrə bütün diqqətləri özünə çəkirdisə, indi artıq bu təşəbbüs Çinə keçir. Burada təbii ki, yeni enerji avtomobillərinin istehsalında Çinin dominantlığı əl alması şübhəsizdir. Mayın 3-nədək davam edəcək sərgiyə təxminən 1 milyon ziyarətçinin baş çəkəcəyi gözlənilir. The exhibition's amazing. It's the largest automotive show in the world, I think, in Beijing. It puts other automotive retail shows I've ever seen into the shadows in truth. Sərgi çox möhtəşəmdir. Dünyanın ən böyük avtomobil şousudur. Təqdim olunan texnologiya da inanılmazdır. Çin istehsalçılarının təqdim etdikləri irəliləyiş digərləri ilə müqayisədə çox yüksək görünür. Texnologiyanın avtomobil məkanını necə əhatə etdiyini izləmək həqiqətən maraqlıdır. Вообще исторически Китай 30 лет назад был сам потребителем автомобиля. Он никогда не производил это 30 лет назад. Çin özü 30 il əvvəl avtomobil ixal edirdi və heç vaxt avtomobil istehsal eləmirdi. Bu sərgi 30 ildir təşkil olunur və dünyanın müxtəlif ölkələrinin burada iştirak etdiyini görürük. Son illər Çin özü də istehsalla məşğul olmağa başlayıb və avtomobil ixrac edir. Bilirəm ki, Azərbaycanda da taksi xidmətində Çin istehsallı avtomobillərdən istifadə olunur. В Азербайджане автомобили, которые сейчас такси ездят, они произведены в Китае. Мы вот отправляем эти машины в Китай. Вот эти Beijing авто, которые сейчас... Qeyd edək ki, dünyada ən iri avtomobil bazarı olan Çin ardıcıl 11 ildir ki, hibrid və tam elektrik avtomobillərini əhatə edən yeni enerji avtomobillərinin istehsalında və satışında dünya lideridir. Son illər dünya üzrə elektrik avtomobili satışının yarıdan çoxu Çində qeydə alınır. Ötən il bütün dünyada 20,7 milyon ədəd elektromobil satılıb. Satılan elektromobillərin təxminən 13 milyonu Çinin payına düşür. Ümumiyyətlə, son illər Çində avtomobil sənayesi sürətlə inkişaf edir. Həm istehsal, həm daxili satışlar, həm də ixrac ildən ilə artır. Çin son 2 ildə avtomobil ixracında dünya lideri olub. Çin avtomobillərinin əsas üstünlüyü qiymət-keyfiyyət nisbəti və sürətli model dövriyyəsidir. Bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Hizbullah və İsrail arasında gedən müharibədə Livanda 2496 nəfər həyatını itirib. Məlumatı Livan Səhiyyə Nazirliyi yayıb. Yaralananların sayı isə 7725 nəfərdir. Müharibəyə görə yaşayış yerindən didərgin düşmüş şəxslərin sayı 120 mini ötüb. Qeyd edək ki, Hizbullah və İsrail arasında hərbi qarşıdurmalar martın 2-sində başlayıb. Bir müddət sonra atəşkəs elan olunmasına və sonradan atəşkəsin uzadılmasına baxmayaraq münaqişə davam edir. Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırırlar. Qeyd etdiyimiz kimi yaxın şərqdə hələ ki gərginlik qalmaqda davam edir. Digər tərəfdən Amerika Birləşmiş Ştatları və İran arasında danışıqlar məsələsi də gündəmdədir və İranın Xarici İşlər Naziri Abbas Ərakçı Omana gedib və bu təsdiqləndi. Ərakçı Pakistanın yüksək səviyyəli rəsmiləri ilə iki tərəfli və regional məsələləri müzakirə etdikdən sonra İslamabadı tərk edib və Məskətə yola düşüb. Ərakçı Omandan sonra Rusiyaya da səfər eləyəcək və bu məlumatı da bir qədər əvvəl artıq sizə təqdim etmişdik ki, planlaşdırılır. Ərakçının səfəri artıq səfər başlayıb. Yeri gəlmişkən İran ordusu Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq da eləyib.
Məsələ Hörmüz boğazı ətrafındakı gərginlikdir. ABŞ Hörmüz boğazının blokadasını davam etdirsə, İran ordusunun cavabı ilə üzləşəcək. Bu barədə Xətmül Ənbiya Mərkəzi qərargahı bəyanat yayıb. Bildirilib ki, ABŞ-nin İrana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə İran ordusu buna güclü şəkildə reaksiya verəcək. Bəyanatda İranın Hörmüz boğazına nəzarəti davam etdirməkdə qətiyyətli olduğu və ölkəyə qarşı yenidən baş verə biləcək hücuma cavab verməyə hazır olduğu qeyd olunub. Bu saata xəbər agentliklərində yer alan məlumatlara görə Trump, Uitkov və Kuşnerin İslamabada səfərini ləğv eləyib. Az öncə xəbər vermişdik ki, İran Xarici İşlər Naziri səfər eləyib, amma ABŞ prezidenti Donald Trump İranın danışıqlardakı mövqeyinə görə elçiləri Steve Uitkov və Jared Kushnerin İslamabada səfərini ləğv eləyib. Bu barədə o, Axios nəşrinin müxbirinə müsahibəsində deyib. Hazırki vəziyyətdə onların 18 saatlıq uçuşa göndərməyin mənasızlıq olduğunu düşünürəm. Bu çox uzundur. Biz bunu telefonla da edə bilərik. İranlılar istəsələr bizə zəng edə bilərlər. Biz sadəcə orada oturmaq üçün səyahət etməyəcəyik deyə Trump bildirib. O, hələ də müharibəni başlatmaq barədə düşünmədiyini də əlavə eləyib. Xəbər axşamını izləyirsiniz. Xankəndidə şəhər daxili avtobus marşrutları fəaliyyətə başlayıb. Yeni marşrutlar şəhərin əsas nöqtələrini birləşdirərək sakinlərə rahat nəqliyyat imkanı yaradacaq. Avtobuslarda ödəniş isə tam nağdsız şəkildə həyata keçiriləcək. Xankəndidə şəhər daxili avtobus marşrutları fəaliyyətə başlayıb. Xankəndinin müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan ardıcıl işlər çərçivəsində şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilib. Yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək. Xankəndi şəhərində mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədi ilə AYNA tərəfindən təhlillər aparılıb və vətəndaşların ictimai nəqliyyatdan rahat istifadə edə bilməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Xankəndi şəhərində sərnişindaşıma xidməti yaşıl enerji konsepsiyasına uyğun olaraq təşkil olunur. Bu da bölgədə müasir, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat infrastrukturunun qurulmasına öz töhfəsini verir. Qeyd edim ki, şəhər daxili ilkin mərhələdə 3 marşrut xətti fəaliyyət göstərəcək və şəhərin əsas küçə və prospektlərini əhatə edəcək. Bakubas MMC tərəfindən 10 müasir, ekoloji cəhətdən təmiz elektrik mühərriki nəqliyyat vasitəsi 15 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq. Xankəndidə fəaliyyət göstərən 1 nömrəli avtobus Qarabağ Universitetinin klinikası Xankəndi tikiş fabriki, 2 nömrəli avtobus Kərkicahan qəsəbəsi, dəmir yol və avtovağzal kompleksi, 3 nömrəli avtobus isə Qarabağ Universitetinin klinikası 1-ci dairə marşrutları üzrə hərəkət edir. Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub. Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçirilir. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Sərnişinlər ödənişlərini fiziki Bakı kart, QR bilet, eləcə də NFC texnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödəniş sistemləri ilə həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür. Qeyd edək ki, avtobusların hərəkətinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin monitorinq mərkəzi vasitəsilə real vaxt rejimində nəzarət edilir. Bu layihə regionda müasir və ekoloji təmiz nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edir. Bu ilin mayın 17-si 22-si tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar olaraq ölkə ictimaiyyətini bu mühüm tədbir barədə məlumatlandırılması məqsədi ilə müxtəlif şəhərlərdə BUF 13 festivalı keçiriləcək. Festivalın açılışı 28 aprel tarixində Bakıda baş tutacaq. Ardınca tədbirlər 29 aprel tarixində Sumqayıtda, 30 apreldə Qubada, 2 mayda Lənkəranda, 4 may tarixində Qəbələdə, mayın 5-də Şəkidə, 6-sında isə Mingəçevirdə, həmçinin 8-də Gəncədə keçiriləcək və 10 may tarixində Xankəndidə yekunlaşacaq.
Bəli, əvvəlcə də xəbər verdiyimiz kimi elə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində həm də bu tədbir Azərbaycanın tarixinin, qədim şəhərsalma ənənələrinin dünyaya tanıdılması üçün çox yaxşı bir fürsətdir və bununla əlaqədar Real televiziyası da xüsusi bir layihə üzərində işləyir və çəkilişlərlə əlaqədar əməkdaşlarımız bölgələrdədirlər və hazırda çəkiliş qrupumuz qədim şəhərimiz olan Şəki şəhərindədir və xüsusi müxbirimiz Sabir Səfərov orada baş verənləri, çəkilişlə bağlı və layihə ilə bağlı ətraflı məlumat verəcək. Sabirdən eşidək. Real TV-nin çəkiliş komandası öz çəkilişlərini Şimal-Qərb bölgəsində davam etdirir və biz hazırda Şəkidəyik və artıq WUF 13 Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək danışıqlarda ən çox müzakirə olunacaq Azərbaycanın qədim yaşayış məskənləri barədə silsilə süjetləri çəkməyə davam edirik və biz hazırda Şəkidəyik. Elə arxamda da görmüş olduğunuz mənzərədən də bura Şəkinin qədim qala divarlarıdır ki, bunun içərisində Xan Sarayı və Xan Sarayı ilə yanaşı eyni zamanda digər mədəni irsin qorunması kimi artıq qəbul olunmuş bir sıra binalar var və burayla da bağlı sizə xəbərlər çatdırmağa davam edəcəyik. Eyni zamanda onu da xüsusi olaraq vurğulayım ki, Şəki Azərbaycanın ən qədim məskunlaşma şəhərlərdən biridir və burada elə qədim zamanlardan etibarən hətta bir sıra müasir şəhərlərdə düzgün qurulmayan kanalizasiya sistemi ilə yanaşı eyni zamanda karvansaraylar, qonaqlamaq üçün məkanlar və digər infrastrukturlar da qorunub, saxlanılıb. Bununla yanaşı keçmiş zamanlarda qalaların tikilməsi zamanı istifadə olunan təbii materiallar vasitəsilə bu qala hələ də öz gücünü qoruyub saxlayır və irsdən irsə ötürülür. Və elə yeri gəlmişkən bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, əgər ki biz Şəkidən danışırıqsa, sözsüz ki, ipək mövzusu da əsas prioritetlərdən biri olmalıdır və mən istərdim ki, elə Şəki ipəyi və ümumiyyətlə Şəkinin WUF 13-ə necə hazırlaşması və turistlərin qəbulu üçün nə qədər hazır olduğu barədə elə Ruhiyyə xanımla söhbətimizi davam etdirək. Ruhiyyə xanım, təşəkkür edirəm bizə zaman ayırdığınıza görə. Mənim sizə bir sualım olacaq ki, əslində Şəki ipəyi və kəlağayının əsl təyinatı nədir? Şəki ipəyi bildiyimiz kimi 2014-cü ildə artıq UNESCO-ya qəbul oldu və Şəki ipəyi Azərbaycanın sərvətidir, tarixidir. Bunun namusudur, qeyrətidir və zamanla kəlağayı məhz qadınların başörtüyü olduğuna görə sülhlərə gəlib çıxıb. Yəni, hər hansı bir münaqişə olubsa, bir kəlağayı vasitəsilə analarımız, bacılarımız kəlağayını ortaya qoyaraq sülhə gəlib çıxıb. Kəlağayıların hazırlanması məhz Şəkidə bugün də nəsildən nəsilə ötürülərək hazırlanır və bu tarixin yaşanması üçün bizim analarımız, bacılarımız bugün də çalışırlar. Biz yəni az zaman qalmağına baxmayaraq maksimum şəkildə Şəki əhli beynəlxalq Şəhərsalma Forumuna hazırıq artıq. Əgər kimsə də kəlağayı ilə təbii ki, maraqlanacaqlar. Maraqlananlar Şəkiyə dəvət edirik və bizdə master-klasslar olur Şəkidə və bizdə kim istəyirsək buyurub gələr. Həm özü üçün kəlağayı düzəldər, həm rəngini seçər, həm naxışını seçər, həm tarixini yazar. Təşəkkür edirəm və bu arada kəlağayı haqqında danışmağım da əbəs yerə deyil. Çünki elə Şəkiyə gəlmişkən Real TV olaraq biz eyni zamanda kəlağayının düzgün istifadəsi və bizim qadınlarımızın qədim dövrlərdən etibarən istifadə etdiyi bir aksesuar olaraq, başörtüyü olaraq burada söhbət gedir və Şəki sizcə Ümumdünya Şəhərsalma Forumunda gələcək qonaqların qarşılanması üçün hazırdırmı? Biz artıq hazırıq, buyurub gələ bilərsiniz. Bayaq da qeyd etdiyim kimi az zaman qalmağına baxmayaraq biz artıq bütün turistlərimizi qarşılamağa hazırıq. Təşəkkür edirəm sizə və bir daha xatırladıram ki, artıq may ayının 17-sindən 22-sinə dək Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək və bu çərçivədə Real TV olaraq xüsusi silsilə süjetlərin çəkilməsi ilə məşğuluq və ötən günlərdə biz Şamaxıda və bugün isə Şəkidəyik və buranın tarixi, eyni zamanda qədim şəhərcilik ənənələri barədə də müxtəlif video materiallar hazırlayırıq ki, bunları da irəliləyən günlərdə izləyə bilərsiniz. Mənim isə sizə çatdıracaqlarım bunlardan ibarətdir.
Bəli, xüsusi müxbirimiz Sabir Səfərov Şəkidən ən son məlumatları və layihə haqqında detalları bizimlə bölüşdü. Davam edirik. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Ukrayna prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə Ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında məlumat yayılıb. Nazirlər ikitərəfli münasibətləri möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, siyasi, iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin ticarətin, kommunikasiyaların, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Tərəflər regional və qlobal proseslər barədə fikir mübadiləsi aparıb, suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiq edib və Azərbaycanla Ukrayna arasında davamlı, yüksək səviyyəli dialoqun və tərəfdaşlığın vacibliyini xüsusi qeyd ediblər. Nazirlər həmçinin Azərbaycan və Ukrayna arasında mülki və kommersiya işləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar ki, bu da iki tərəfli münasibətlərin əsasını təşkil edən hüquqi bazanı daha da möhkəmləndirəcək deyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub və bundan başqa Sibiqanın digər bir açıqlaması da var, hansı ki Ukrayna Xarici İşlər Naziri Azərbaycan yerli icmaların ehtiyacları üçün humanitar yardım kimi Ukraynaya 5 sərnişin avtobusu verib. Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə 2022-ci ildən bəri Azərbaycan humanitar şəraitdə enerji sistemini işini təmin etmək üçün generator, transformator və digər kritik vacib avadanlıqlar da daxil olmaqla 45 milyon dollardan çox məbləğdə humanitar yardım edərək Ukrayna xalqına dəfələrlə dəstək göstərib. Sibiqa həmçinin qeyd edib ki, 500-dən çox Ukraynalı uşaq Azərbaycan ərazisində bərpa proqramında iştirak edib. O vurğulayıb ki, Ukrayna ölkəyə dayanıqlığın qorumağa və irəli getməyə kömək edən bu cür dəstəyi yüksək qiymətləndirir deyə Ukrayna Xarici İşlər Naziri açıqlayıb. Xəbər axşamını izləyirsiniz. Sinoptiklərin proqnozuna görə sabah 24 dərəcə isti olacaq. Ətraflı Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovadan eşidək. Aprelin 26-sı və 27-sində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi 27-si axşama doğru arabir güclənəcək. Havanın maksimal temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də 26-sında əksər rayonlarda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin 27-si əsasən dağlıq və dağtəyi rayonlarda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerdə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti olacaq. Belə xəbər axşamı bugünlük və bu həftəlik işini yekunlaşdırır. Növbəti həftə saat 20-də ən son xəbərlər və aktual mövzuların müzakirəsi ilə qarşınızda olacaq. Sizinlə mən idim Novruz Harun. Lakin kanalı dəyişməyin, çünki realda xəbər axını davam edir.